Salam ərahatınız xeyir olsun əziz şahidlərimiz. 6-cı sinif monitorinq imtahanına hazırlaşan şahidlər üçün sınaq toplusu vəsaitindən deməli, birinci monitorinq suallarının riyaziyyat hissəsinin izahlarına baxacaq. İlk sualımız ilə başlayaq. Bu yolda hər birinizə uğurlar deyirik və əlimizdən gəldiyi qədər sizlərə dəstək olmağa çalışacaq. Deməli, ilk sualımız belədir. Məryəm, Zəhra Məryəmdən 11 yaş böyükdür. Əgər Zəhra 2 il sonra Məryəm isə 5 il əvvəl anadan olsaydı, onda Zəhra Məryəmdən neçə yaş böyük olardı? Bunu dəyişənlərlə ifadə etmək olar, amma siz şahidlər üçün daha asan görünsün deyə müəyyən qiymətlər verərək də göstərə bilərik. Fərz edək ki, Zəhranın 25 yaşı var, Məryəmin isə 11 yaş kiçik olması üçün 14 yaşı var. Bizə deyir 2 il sonra dünyaya gəlsəydi Zəhra, Məryəm isə 5 il əvvəl. Zəhra 2 il sonra dünyaya gəlsəydi, demək ki, yaşı kiçiləcəkdir, 23 olacaqdı. Məryəm 5 il əvvəl dünyaya gəlsəydi, yaşı böyük olacaqdı, 19. Və bunların fərqini tapırıq, cavabımız edir 4. D variantı. Fiqurun sahəsini deyir, birinci, bizə verilən hissədə kiçik düzbucaqlının sahəsinə baxaq. Kiçik düzbucaqlının uzunluğu 20-dən 4-lərin cəmini çıxmaqla alınacaq. Deməli, 20-dən 8 çıxırıq, 16. Yuxarıda verilən kiçik düzbucaqlının sahəsini tapanda 16-nı 4-ə vururuq, edir, daha doğrusu 12. 12. 12-ni 4-ə vururuq, edir 48. Aşağıda görsənən böyük düzbucaqlının sahəsini tapanda 20-ni 10-a vururuq, cavabımız 200. Cəmini tapsaq, cavab 248 edir. Verilən nöqtələr cütündən OX oxuna nəzərən simmetrik olanı göstərin deyir. Simmetrik OX oxuna nəzərən simmetrik ola bilməsi üçün birinci koordinatları eyni, ikinci koordinatları isə əks işarəli qiymətlər olmalıdır. M ilə K. Verilən ifadənin hasilini tapın deyir. Hasilini taparkən hər birinin modulda yazırıq. Bilirsiniz ki, mənfi olanlar da moduldan müsbət olaraq azad olur və çıxılanda ki, bu ifadələrin hasillərini yazsaq, mənfi 3-ün modulunda 3 verəcək, 4-ün modulu 4, mənfi 75-in modulu isə müsbət 75 olur. 4 ilə 75-in hasili 300, 300-ü 3-ə vuranda cavab 900. C variantı. Şəklə əsasən x neçə dərəcədir? Şəklə əsasən verilən bucaqlar qarşılıqlı bucaqlardır və x-in qiymətini taparkən qarşılıqlı bucaqların xassəsindən istifadə edirik. Bunlar bir-birinə bərabər olmalıdır. X plus 15, 60 olanda x-in qiyməti 60 çıxılsın 15, 45 dərəcə eləyir. Bizə verilən bu sualda cavab doğru variantlarla uyğun gəlmir. Ona görə bu sualı adlayırıq. Növbəti sual. Oturacağın radiusu 5 cm, hündürlüyü 6 cm olan silindrin yan səthinin sahəsini tapın. Silindrin yan səthinin sahəsini taparkən oturacağın uzunluğunu hesablayırıq. 2 vurulsun, pi vurulsun. Radiusun qiymətini bizə 5 verib. Bir də hündürlüyün qiymətini 6 verib. Cavab 60 pi. Növbəti. Bizə verilən ifadələrə görə üçbucağın qiyməti müsbət 5 ilə toplasaq 0 edirsə, deməli üçbucağın qiyməti mənfi 5-dir. Ardınca deməli mənfi 7 ilə 2-nin cəmi mənfi 5 edəcək. Sağ tərəfdə isə, daha doğrusu burada bütün qiymətlər uyğunluğu var. Buradan kvadratın qiymətini tapa bilərik ki, müsbət 6-ya bərabərdir. İndi bizə lazım olan üçbucaqdan kvadratın qiymətini çıxmaqdır. Yəni mənfi 5 çıxılsın müsbət 6. Bu bizə verəcək cavabı mənfi 11. A variantı. Oxşar toplananları islah edin deyir. Oxşar toplananlar hərf hissələri eyni olan ifadələrdir. Deməli, x-ları 1, y-ləri 1 toplamalıyıq. 14-də 3 ilə 28-də 5-in fərqi. 14-də 3-ü məxrəci 28 etmək üçün 2-yə vuruq. 28-də 6 x çıxılsın 28-də 5 x. Bunların fərqi bizə verəcək 28-də 1 x. İkinci, 1,24-də 11-dən çıxıq 12-də 7-ni. 12-də 7-nin sürət məxrəcini 2-yə vursaq 24-də 14 eləyir. 1,24-də 11 isə yazarıq 24-də 35 şəklində çıxaq 24-də 14 y. Bunların fərqini tapsaq bizə verəcək 24-də 21 y. 24 ilə 21-i deməli 3-ə ixtisar aparsaq 8-də 7 y. Olacaq cavabımız B variantı.
Daha doğrusu müsbət qiymət alır. B variantı deyil, C variantı. Bir ədədin 20 ilə əbubu 5-ə, 28 ilə əbubu 7-yə bərabər isə bu ədəd aşağıdakılardan hansı ola bilməz? Elə ilk 70-i götürə bilərik. Çünki 70 ilə 20-nin əbubu 5-ə bərabər deyil, 10-a bərabər olur. Sonra keçək növbətiyə, deməli. Natiq 18 litrli bir qabla çəni 25 dəfəyə doldurur. 15 litrli qabla neçə dəfəyə doldurar? Deməli, 18-i vursaq 25-ə, ümumi qiymət elə 15-in məhsulu olan hasilini bizə verəcək. Buradan x-in qiymətini axtarsaq, 3-ə və 5-ə hər tərəf bölsə 3-ə bölsə 6 eləyir, 5-ə bölsə 5 eləyir, 6-nı 5-ə vursaq cavab 30. D variantı. Hansı fiqurlar kongruentdir? Kongruent eyni olanlardır. Bu da bizə A variantını verir. Çoban yastığı çiçəyi quruluqda öz 80-84%-ni itirir. Apteka 36 kiloqram quru çiçək vermək üçün məktəblər nə qədər çoban yastığı yığmalıdır? 84%-ni itirirsə yerdə 16%-i qalır. Deməli 16%, 36 olan ifadənin 100%-ni hesablamaq lazımdır. Buradan x-in qiymətini hesablayarkən 136-ya vurub 16-ya bölmək lazımdır. 16-ya bölərkən x aramızı aparaq. 4-ə x aparsaq 36 ilə 9 qalacaq. İkinci dəfə 4-ə x aparsaq 25 qalır. 25-i 9-a vururuq. 9-u 20-yə vursaq 180. 9-u 5-ə vursaq 45. Toplasaq 225. BC məsafəsini bizdən soruşur. Deməli, edəcəyimiz nədir? Bizə verilən ifadələri 22 ilə 28-i toplayırıq. Edəcək 50. 50-dən 36 çıxırıq. Cavab 14. Həcmi 160 olan silindrin hündürlüyü 10, oturacağının sahəsini tapın. Oturacağının sahəsini tapmaq üçün ümumi həcmi hündürlüyə bölmək lazımdır. 160 10-a bölündə cavab 16. Mənfi 10, mənfi 20 ədədlərinin ədədi ortasını tapmaq istəyən Elnur ədədləri toplayıb 2-yə bölmək əvəzinə ədədləri bir-birinə vurub sonra 2-yə bölüb. Elnurun səhvən əldə etdiyi ədəd tapmalı olduğu doğru cavabdan neçə vahid böyükdür? Deməli, ədəd ortasını taparkən toplayıb 2-yə bölüb mənfi 15 edir. Səhvən bir-birinə vurub 2-yə böldüyünə görə mənfi 10-u mənfi 20-yə vursaq 200, 200-ü 2-yə bölsək 100. Deyir ki, doğru cavabdan neçə vahid çoxdur? Səhvən əldə etdiyi 100, deməli, doğru cavab mənfi 15, neçə vahid çoxdur deyən çıxırıq. Bu da bizə verəcək 115-i. A variantı. Kəsimlərdən neçəsi bərabərdir deyir. Bunların 7-dəki məxrəcdə 28-də 4-ə vursaq 8 kimi yazırıq. İkinci 28-də 14-dür. Üçüncü 28-də 8-dir. Sonra 21-də 6-nı 3-ə xəsar aparsaq 7-də 3. 7-də 3-ü 4-ə vursaq 28-də 12. 35-də 10-u 5-ə xəsar aparsaq 7-də 2. 4-ə vursaq 28-də 8 eləyir. Neçəsi bərabərdir deyirsə, gördüyünüz kimi birinci, üçüncü və sonuncu 3 dənəsi bərabər olur. Çevrilən radiusları 3, 4, 7 olarsa ABC üçbucağının perimetrini tapın. 3 olarsa bura 3'dür, bura 3'dür. Sonra 4, 4, 7, 7. Deməli, hər birini toplayıb 2-yə vurmaq lazımdır. 14-ü 2-yə vursaq 28. Ədədi 7-yə bölüşdə qismətdə 5, qalıqda 3 alınır. Ədədin özünü tapmaq üçün 7-ni 5-ə vurub üzərinə 3 əlavə edirik. 38. D variantı. 320 ədədi 1, 2, 5 nisbətində olan ədədlərin cəmidir. Bu ədədlərin böyüyünü tapın. 1, 2, 5-in hər birini bir x-larla ifadə etsək, olacaq x plus 2, x plus 5, x bərabər 320. Toplasaq 8x 320, x-in qiyməti 40 olur. Böyüyün dediyinə görə 40-ı 5-ə vuracam, edəcək 200.
Kərim İzənin nəşriyyatının 176 səhifəlik altın sivri riyaziyyat dəftərim adlı kitabını 3 həftədə bitirdi. Birinci həftə kitabın 16'da 5 hissəsi, ikinci həftə kitabın 4'də 1, üçüncü isə qalan hissəsini işləyərək bitirdi. Kərim 3-cü həftə neçə səhifə kitab işlədi. Birinci səhifəyə diqqət edək. 176'nın 16'da 5 hissəsi. 176'nı 16'da 5'e vururuq. 176'nı 16'ya böldükdə 11, 5'e vursak 55. İkinci həftə 4'də 1'i deyil bitirdi. 176'nı 4'də 1'e vururuq. 4'də 1. Cavabımız edəcək. 4'ə bölsək 44. Üçüncü həftə nə qədər oxuduq deyil. Üçüncü həftə bu ikisini toplayırıq. Cəmi bizə verəcək 99. 176'dan da 99'u çıxsa 77 edir. Birinci sinifdə şagirdlərin hər bir teatr və ya şahmat klublarının ən az birinə qoşulur. 30 nəfər teatr, 19 nəfər şahmat, 11 nəfər həm teatr, həm şahmatda qoşularsa sinifdə neçə şagird var? Bunun cəmi tapmaq üçün 30 ilə 19'u toplayıb 11'i çıxmaq lazımdır. 30 ilə 19'un cəmi 49, 11 çıxsaq 38. 800 manata alınmalı 5% gəlirlər neçə manata satılar? Deməli 800'ün üzərinə 800'ün 5%'in gəlmək lazımdır. Burada sıfırları silsək 8 5'in 40, 800 ilə 40 toplasa 840 manat. Mənfi 15 və 20 arasında yerləşən tam ədədlərin cəmini tapın. Deməli mənfi 14'dən başlayırıq toplamağa. Mərkəzdə 0'dır, üzərinə əlavə edirik. Deməli 14, sonra isə 15, 16, 17, 18 və 19. İndi diqqət etsəz, mənfi 14'dən müsbət 14'ə qədər hamısının cəmi 0 edir. Yerdə qalan digərlərinin cəmini tapmalıyıq. 15, 16, 17, 18 və 19. Deməli 5, 6, 11 eləyir. 11'in üstə 7, 18, 18'in üstə 8, 26, 26'ın üstə 9, 35 sonu 5 ilə bitir. 3 yadda qalır. Sonra 1, 2, 3, 4, 5. 5 dənə 1 toplayırıq. 5 eləyir. Üstünə 3 gəlirik. 85. Şəkildə verilmiş silindrin həcmini tapın deyir. Silindrin həcmini taparkən deməli nə edirik? V bərabər olur. S oturacaq. Yəni pi vurulsun radiusun kvadratı 16 vurulsun hündürlük 7,5. Bu da bərabər olacaq 16'nı 7,5'ə vuranda 8'i 14'ə vurma deməkdir. 8'i 14'ə vurarkən 8, 4'ü 32, 112.